Bir sual var, buyurun. Jurnalistik fakültəsində Ləvis Coşqun Cəlaloğlu. Ümumiyyətlə, heç bir ölkədə ideal cəmiyyət görmək mümkün deyil. Yəni bu qeyri-mümkündür. Amma qayıdaq ki, Azərbaycanda qadına qarşı münasibət həqiqətən normaldır. Tutaq ki, qadınların cəmiyyətə inteqrasiyası ilə bağlı heç bir problem yoxdur. Qadın istədiyi hərəkəti eləyir cəmiyyətdə, istədiyi geyimi geyinir. Misal üçün, sözü gəlmişkən, mən jurnalistik fakültəsində oxuduğuma görə kiçik bir araşdırma aparmışam. Şəhərin mərkəzi küçələrində yerləşən geyim mağazaları ilə bağlı. Deməli, mən orada araşdırma aparan zaman heç bir milli geyimə rast gəlmədim. Təsəvvür eləyin, 25 mağazində oldum, geyim mağazaları. Yəni dini mağazaları qarışdırmıram ona. Bir dənə də olsun milli geyim yoxdur. Yəni bunun səbəbini mən soruşdum o satıcılardan. Səbəbini onunla izah elədilər ki, deməli artıq tələbat yoxdur deyə, yəni müasir geyimə daha çox tələbat var deyə, bu da kommersiya məqsədi ilə bunu daha çox gətiririk. Bu günlərində artıq auditoriyamızda yerləşən gəncilərin də geyimlər müasir olduğundan bu qərara fikrə gəlmək olar ki, artıq cəmiyyətdə qadına qarşı normal fikir, normal münasibət var Azərbaycanda. İkinci bir tərəfdən mən Xoşgələn xanımın fikirlərinə münasibət bildirmək istəyirəm. Deyəsən, o daha çox teleseriyaları xoşlayandır. Yəni, xarici teleseriyaları xoşlayandır. Xeyr, mən inandırım sizi ki, heç Qərblə Azərbaycanı qarışdırmaq lazım deyil. Belə ki, burada təsəvvür edin Seva xanım, siz küçədən gedirsiniz, bir üzr istəyirəm, bir döşlüklü bir kişi, yəni çöldə bir qab yuyur və yaxud da uşaq paltarı yuyur. O necə təsəvvürünüzə gələr? Yəni, siz onu vurğuladınız ki, ümumiyyətlə Azərbaycanın yox, mənə elə gəlir ki, xaricdən gələn teleserialların qarşısını burada almaq lazımdır. Niyə? Çünki bizim qızların bu günləri küçələrdə, məsələn, geyimlərinə siz baxın, o, bilmirəm, o ifadəni tapıb deyə bilmirəm. Ki, necə, elə şey, bir dəqiqə, üzr istəyirəm, siz danışdıq, mən qulaq izinizdən indi mən sizə cavab verim. Deməli, o qızların geyimlərinə mən baxanda fikirləşirəm ki, yəqin bunlar teleseriallardan götürüblər və o cür teleserialların da Azərbaycan televiziyalarda yayınmasının əleyhinə olanlardan biri mənəm və dəfələrlə də bununla bağlı yazı yazmışıq. İkinci, sizcə geyim geyinmək, müasir geyinmək, bugün səliqəli geyinmək bütün problemlərin həllidirmi? Həllidirmi? Bu müasirlikdirmi? Müasirlik, qardaşım, beyindədir, təfəkkürdədir, geyimdə deyil. Üç, mən elə demədim. Kişi, təbii ki, Azərbaycan qadını qoymayacaqdır ki, öz kişisi yemək pişirsin qarşısında. Çünki biz Azərbaycan qadınıyıq, nə qədər desək də. Azərbaycan qadını, uşağın kişisi, uşağın tərbiyəsində, evin digər problemləri var ki, hətta inandırım sizi, mən elə ailələr tanıyıram ki, kişi vəzifəlidir, qadın, təmir işlərinin belə qadın üstündə dayanır. Bax, bütün bu kimi məsələlərdə Azərbaycan kişisi qadını ilə bərabər, o yükü bərabər çəkməlidir. Bu o demək deyil ki, Azərbaycan kişisi dediyim kimi gəlib qayğanaq pişirsin və yaxud da ki, başqa o siz misal gətirdiyiniz yaxasına döşlük taxıb yemək pişirsin, amma onu da eləyə bilər. Sabah onun qadınının problemi ola bilərsə, həmişə sağlıqlı olmur ki insan. Uşağının problemi olarsa, Azərbaycan kişisi öz qadınına hörmət edib onu da edə bilər. Ancaq siz yanlış başa düşürsünüz. Təşəkkür edirəm. Zalə xanım, mən hər iki fikri ümumiləşdirib öz fikirlərimi bildirmək istəyirəm. Əvvəla qeybə toxundunuz, Xoşqədəm xanım. Həqiqətən də bu da cəmiyyətimizin bir problemidir, xüsusilə qızlarımızın, qadınlarımızın. Dediniz ki, teleseriala baxıb özlərini onlara bənzədirlər və mən düşünürəm ki, sadəcə teleseriala deyil. Deyək ki, ümumiyyətlə Azərbaycanda bəzən qadınlarımız yəni çöl geyimi, deyək ki, o gəzintiyə getdikləri geyim, dağa gəzməyə getdikləri geyim və yaxud toya gəzməyə getdikləri geyimlə küçədə gəzdikləri geyimi təəssüf ki, qarışdırırlar və gənc dostumuz dedi ki, əsas bizim küçəmiz var, ticarət küçəmiz, orada gəzəndə müxtəlif mağazinlərə girdim, milli geyimləri görmədim və mən də elə həmin o küçədə gəzəndə mənə elə gəlir ki, bu dəqiqə bir gəlin köçür oradan gedir. Yəni, hər bir qız, hər bir qadın orada sanki indi bu dəqiqə toya girəcək və yaxud bu dəqiqə səhnəyə çıxacaq. Səhnəyə sanki çıxıb mikrofon götürüb əlində oxuyub oynayacaq. Yəni, bu təbii ki, bu da bir başqa məsələdir. Amma eyni zamanda da biraz bayaq bir məsələyə toxunuldu. Dediniz, bir statistika gətirdiniz ki, 2150-ci ildə. Ola bilər, yəni məlumata görə. Vallahi siz deyəndə mənə dəhşət götürdü. Amanın günüdür. Nə olursa olsun, qadınlar gözəlləşsin, qadınlar güclənsin, qadınların mövqeyi möhkəmlənsin. Amma qadınlar
kişini əvəz eləməsinlər cəmiyyətdə. Kişiləşməsinlər. Yəni qadının funksiyası Amma o bizim Azərbaycana aid deyildi də. Onu da deyim sizə ki, Jalə xanım, biraz rahat olun. Biraz rahat olun, o Azərbaycana aid deyildi. Hər şeydə nəyisə müqayisə etməyə çalışırıq. Ona görə də yəni Azərbaycan qadını elə öz qadınlığını əsrlər boyu qoruyub, bundan sonra da qorusa daha yaxşı olar mənə elə gəlir. Amma təbii ki, cəmiyyətin öndə gedənlərindən biri olaraq. Təşəkkür edirəm. Humay xanım, buyurun sizi dinləyək. Bəli, mən də Xoşgədən xanımın fikrinə razıyam ki, bəzən geyimi müasirliyi ilə hesab edirlər. Bu çox səhv bir təfəkkürdür. Çünki məsələn, dünənlər belə bir sual qoydular, hətta ki, bu məncə hansı universitetlərdə belə bir sorğu aparılıb tələbələr arasında ki, başı bağlı vəziyyətdə necə açıq cəmiyyət qurmaq olar? Yəni geyimlə cəmiyyəti əlaqələndirirlər. Düzdür, yəni müəyyən geyim, müəyyən insanın daxili onun bir tələbatının və yaxud daxili onun durumunun göstəricisidir, ola bilər. Amma bu individual bir məsələdir. Hər bir kəsin fərdi məsələsidir. Yəni mənim bu inancımdan irəli gəlir, mən bu cür giyinirəm. Digərini başqa cür, yəni öz zövqünə görə giyinir. Amma yəni müasirliyi bunun üstündə qura bilmərik və bir çox problemlər bəzən ona görə irəli gəlir ki, sizə deyirlər başınızı bağlayın, gedin Mollaxanada oxuyun. Mən istəmirəm Mollaxanada oxumaq. Yaxşı, bir 10 il bundan sonraki Azərbaycan qadınından necə görmək istəyirsiniz? Yaxud necə olacaq? Mən belə hesab edirəm ki, əgər bizdə tam ideal, əlbəttə ki, ədalətli cəmiyyət qurulsa, yəni ümid edirəm ki, buna doğru da gedirik və əlbəttə ki, öz müstəvidən baxaq da, öz məsələmdən baxım ki, əgər başörtülü xanımlara da azadlıq verilsə, rahat, məsələn, mən bu təhsilimi davam etdirmək istəyirəm. Mən istəyirəm işdə işləyim. Mən nə olsun ki, ev xanım, mən məsələn öz potensiallarımı həyata keçirmək istəyirəm. Tam özümü tapmaq istəyirəm həyatda. Və mən özümü uşaqlıqdan həmişə ən böyük arzum olub ki, xalqıma xidmət edən bir insan olum. Əgər mən bugün bunu eləyə bilmirəmsə və bu kənar amillərə bağlıdır, yəni mənə bağlı deyil. Bu günləri bir xanımı işdən çıxardırlar. Nə var ki, onun başı bu təhsilli insandır. Bu müəllimədir, biologiya müəlliməsidir. O niyə neçə il oxuyub, əziyyət çəkib bu günləri işləməsin? Nə var ki, onun öz əqidəsinə elə gəlib başı örtülür. Və mən hesab edirəm ki, inşallah gələcəkdə bizim cəmiyyətimiz itirir belə götürən. Məsələn, bəzən hesab dünən bir gənclə də söhbət oldu, o elə hesab eləyirdi ki, əgər insan başını örtürsə, məhz o ancaq dini belə davam etdirməlidir. Amma elə deyil. İnsan öz əqidəsi ilə yanaşı, öz təhsilini, öz ictimaiyyətdə rolunu, öz həyatda insanlara xeyrini davam etdirə bilər. Öz əqidəsi ilə paralel. Xatırladım ki, efirdə daha doğrusu tok şousuydu. Sağ olun.